Məsələn, günahkara xoş simanı yersiz göstərərsən, yersiz. İndi onu hidayət eləmək üçün başa düşdüm. Amma bəzi vaxtlar o, məsələn, durur bir günahdan danışır, sən də ona otursan, gülürsən, eləyirsən, onu daha da şərait yaradırsan, o daha da dərinləşir pislikdə. Bu şərait yaratdırığa görə, üzündə o xoş simala görə cavab verirsən. Bəzi vaxtlar bəşərin rəhməti nədir? Emosionaldır, amma Allahda olan rəhmət bu cürə deyil. Əqli rəhmət deyirlər. Başa düşürsünüz, əqli rəhmət. Yaxşı. Bəli, ola bilər ki, indi bir pilə gedək qabağa. Bəzi insanlar var ki, onlarda da necədir? Əqli mərhəmət hissi var. Emosional deyil. Duyğuları ağlına qulluq eləyir. Duyğularına əqli istiqamət verir. Hətta məvəddət kəlməsi ki var, inşallah Allahın bir adı var, vədud adı. Məvəddət, vudda, eyni köklü sözlərdir. Mən sizdən məvəddət istəyirəm, deyir, ha? Məvəddət nədir? Deyirlər, əqlani məhəbbət, rasional məhəbbət, əqlaniyyətə söykənən məhəbbət. Boş romantika deyil. Bu deyil. Həm ağıl var, həm qəlb var. Əqllə qəlbin sintezidir. Bizdən bunu istəyiblər Əhl-i Beytə. Ki o öz